İnsanlar yenə deyirəm, səhv olursa və yaxud hər hansı bir çətinlik olursa deyir ki, mən niyə dayanıram. İsrarla yenidən cəhd eləyirlər, öyrənirlər, yadınıza saxlayın. Sonra səhvlərini minimuma endirirlər, səhvlərindən öyrənirlər, səhvlər üzərində inkişaf gedir bunlarda. Bir də biz şagirdlərə ümumiyyətlə suallar verəndə yadınıza saxlayın. Gözləmə vaxtları veririk şagirdlərə. Məsələn, deyək ki, 15 saniyə olur, bu 20 saniyə olur, 30 saniyə olur. Ən uzağı 1 dəqiqə orada. Bax belə deyək. Tutaq ki, bir sinifdə 30 uşaq var, hərəsinə 1 dəqiqə versək vaxt olmur axı. 20-30 saniyə, 15 saniyə bax bu aralıqda şagirdlərə vaxt veririk ki, məsəl üçün hər hansı bir sualı düşünsünlər. Amma elə uşaq var, məsəl üçün ona ani vaxtda belə deyək də, ani moment deyək də biz buna o zaman cavab verirlər. Amma bəziləri var, məsələn, gözləmə vaxtı verə bilərik. Bunlar deyirlər ki, belə deyək, gözləmə vaxtının verilməsi düşünməyə müsbət təsir eləyir və yaxud deyirək ki, öyrənmə nəticələrinə nəzarət öz əllərində olduğunu inanırlar. Yəni onlar bilirlər ki, öyrənsələr nəticələr öz əllərində olacaq. Özləri nəzarət eləyəcəklər öyrəndikləri şeylərə, belə deyək, çalışmağa qarşılarına məqsəd qoyurlar. Daha yaxşı olacaq, daha da yaxşı olacaq. Hələ ki bacarmıram. Bax, açıq düşüncə tərzini müəllimlər yadınıza saxlayın. Açar sözü hələ ki bacarmıram. Səhvlərdən öyrənmək, cəhdləri azaltmamaq, belə deyək, cəhd etmək, bax bu qaydada. Bu olur açıq düşüncə tərzinin, necə deyim, açar sözləri. Sonra gəlirik qapalı düşüncə tərzinə. Görək qapalı düşüncə tərzinin insanları necə olur. Diqqətli olaq. Bunlar deyir ki, bacarmıram deyə düşünürlər. Bu qapalı düşüncə tərzi bacarmıram. Uğursuzluq gördü, deyir ki, yox, mən bacarmıram. Bu qaydada bacarmıram deyə düşünürlər.